Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Bu haqda Globalinfo.az-a Nazirlikdən məlumat verilib. Prezident cənab İlham Əliyevin sərəncamına əsasən ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı münasibəti ilə birdəfəlik maddi yardım 200 manat verilməsi nəzərdə tutulub ki, bu maddi yardım da dekabrın 30-una dək ödəniləcək. Qeyd edək ki, bundan əvvəl dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayının pensiyaları, 19-unda digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı üzrə pensiyaları ödənilib. Bakı Dövlət Universitetinin əməkdaşlarına pul mükafatı verilib. Oxu24.com məlumat verir ki, bu haqda universitetin rektoru Elçin Babayev müvafiq əmr imzalayıb. Əmrə əsasən bayramlarla əlaqədar universitetin bütün əməkdaşlarına əmək haqqının 50% həcmində mükafat verilib.